Yavaş başlayacağım derse. Kim ekranı görebilirsə chatda zəhmət olmasa plus veya nəsə yaza bilər. Benim kimdə problem yoxdur dərsə başlamasına. Ümid edirəm kimdə problem yoxdur. Mən əgər nəsə problem olsa dərs vaxtı ya ekran bağlı ya da səslə bağlı hər hansı problem olsa əl qaldırıb ya da çata yazıb deyə bilərsiniz ya da nəsə bay düşməsəniz yenə əl qaldırıb sual verə bilərsiniz ya da çata yaza bilərsiniz. Deməli, bugün əgər proqramdan xəbəriniz varsa biz rekursiya ya da ingiliscə recursion haqqında danışacağıq. Rekursiya funksiyanın bir xüsusi növüdür. VJudge qrupunda yeni bir contest var. Orada 15 sual var. Bugün mən rekursiyanı yavaş-yavaş izah etməyə çalışacağım və 4 sual seçmişəm bu suallar arasında təxmini izah etmək üçün rekursiya necə çalışır, necə istifadə edə bilərsiniz. Bəziləri asan suallardır, bəziləri nisbətən daha çətin, qarışıqdır. Ümid edirəm dərsin axırında müəyyən bir anlayışınız olacaq rekursiyadan ki, sonra bu sualları özünüzdə işləyə bilərsiniz rahat-rahat. İndi, mən bildiyim qədərilə sizin təxmini C++-da normal funksiyalar haqqında anlayışınız olmalıdır. C++ funksiyaları əgər bilirsinizsə, təxminən riyazi funksiyalara oxşardır. Necə riyazi funksiyalarda ad olur, arqumentlər olur və nəticə olur. C++ funksiyaları təxmini o şəkildə çalışır. Məsələn, nümunə olaraq cəm funksiyası yaza bilərik. Deyək ki, biz bir funksiya yazmaq istəyirik ki, birdən n-ə qədər ədədlərin cəmini çıxışa versin. Biz normal şəkildə n-i daxil edib bu funksiyanı çağıra bilərik və funksiya dediyimiz kimi birdən n-ə qədər ədədlərin cəmini geri qaytarmağını istəyirik deyə sadəcə bir for yazıb, məsələn, ədədləri cəmləyib, sonra qiymətini geriyə qaytara bilərik. Bu, bayaq dediyim kimi adi bir funksiyadır C++-da. Mənim bildiyim qədərilə ən azından çoxunuzun bunun haqqında rahat anlayışı olmalıdır. Əgər yoxlasaq, n daxil etdikdə birdən n-ə qədər ədədlərin cəmini çıxışa verir. Biz funksiyalar ümumiyyətlə tipi olur, funksiyaların adı olur, arqumentlər olur, parametrlər göndərə bilirik. Daxilində, bədəndə istədiyimiz vasitələrdən istifadə edir. Yeni dəyişənlər yarada bilərik, for, while looplarından istifadə edə bilərik ya da if-else conditionlarından istifadə edə bilərik və axırda çox vaxt geriyə bir ədəd qaytarırıq, nəticə qaytarırıq. Integer-dirsə tipi bir integer nəticəsi qaytarırıq, string olsaydı bir string qaytarardıq və ya hansı tipdirsə ona uyğun bir nəticə qaytarırıq. Və biz onu da bilməliyik ki, biz funksiyaların daxilində digər funksiyalardan da istifadə edə bilərik. Hal-hazırda cəm funksiyasıdır, amma düzgün çalışmasa belə, məsələn, biz əgər tanışsınızsa max funksiyası ilə, max funksiyasını cəm funksiyasının daxilində istifadə edə bilərik. Eyni şəkildə main özü bir funksiyadır. Biz cəm funksiyasını main funksiyasının daxilində çağırırıq. İndiyə qədər siz bəlkə bəzi məsələlərdə funksiyanın daxilində funksiya çağırmağa rast gəlmisiniz. Əsas fərqi rekursiv funksiyaların, əslində tək fərqi böyük ehtimal normal funksiyalardan odur ki, funksiyanın daxilində özünü çağıra bilir funksiya. Məsələn, burada bir rekursiv deyə bir funksiya yaratsaq, hələ ki ehtiyacı yoxdur heç bir şey yaratmağa. Deyək ki, return recursive yazsaq. Görürsünüz ki, bu funksiyanın adı recursivdir və özünü çağırır daxilində. Əgər belə bir şey baş verirsə hər hansı funksiyada, rekursiv funksiya adlanırlar. Bu kod sonsuza qədər davam edəcək. Burada problem var, amma bunu sonra izah edəcəm. Sadəcə onu bilməlisin ki, rekursiv funksiya özünü öz daxilində çağırır. Və çox vaxt, məsələn, bu funksiyanın özünü, bu funksiya nə edirdi? Birdən n-ə qədər ədədlərin cəmini tapırdı bizim üçün. Belə funksiyalara rekursivin əksinə biz iterativ deyirik. Bunların adı iterativdir, əgər özünü çağırmırsa funksiya.
Əgər özünü çağırırsa, rekursiv olurlar. Çox vaxt biz bu iterativ tipli funksiyaları rekursivə çevirə bilərik və rekursiv tipli funksiyaları iterativə geri çevirə bilərik. Bəzən çətin ola bilər, bəzən çox aydın və sadə ola bilər, amma sizin işləyəcəyiniz məsələlərdə böyük ehtimal bunların arasında keçmək çox da çətin olmayacaq. İndi rekursiv funksiyanı anlamağınız üçün biz ilk olaraq bir məsələ işləyəcəyik VCAG-da verilənlər arasında, onu rekursivə çevirməyə çalışacaq və onu rekursivə çevirərkən mən yavaş-yavaş rekursiv funksiyalar haqqında kiçik detallar verəcəm sizə. İndi əgər biz seçdiyim ilk suala keçsək, sualın şərti çox sadədir. Deyir ki, verilən ədədin faktorialını hesablayın və n 20-yə qədərdir. Ona görə ədəd limitinə rahat yerləşəcək. Bəli, Fərid. Mən eləmək istəyirəm o tapşırığı. Həll eləmək istəyirsən? Olarmı? Əlbəttə, bir saniyə. Necə həll edərdin həmin bu verilən sualı? Verilən n ədədinin faktorialını tapmaq. Fərid? Tapşırığı bir dənə göstərin də. Əlbəttə. Deməli, n sıfırdan böyük bərabərdirsə və sıfırdan və n 20-dən kiçik bərabərdirsə, onda Onda nə? Başqa kiminsə fikri var bu sualı rahat bir şəkildə necə həll edə bilər, ya qaldıra bilər? Aysel? Adım Nail müəllim, izah edə bilərəm. Əlbəttə, izah edə bilərsən. Necə həll edərdin? Müəllim, burada öncə ilk öncə ədədimizi sıralayacağıq ki, bilirik ki, 0-dan 20-yə qədərdir. Aha. Biz də insin eləyəcəyik ilk öncə ədədimizin neçə olduğunu alacağıq. Daha sonra 20-yə kimi olan ədədlərə baxacağıq. 20-yə kimi olan ədədlərin hamısını sort eləyəcəyik. O bizim ədədə kimi olan, birdən başlayaraq bizim ədədə kimi olan və o ədədin özü daxil olmaqla hamısını bir-birinə vurma əməliyyatı eləyəcəyik. Sonra da çıxış nəticəni verəcəyik. Bəli, sonra siyahət verəcəyik. Bu mənim vurma əməliyyatı da biz bunu göndərsək, əgər düzgün kodlayıb göndərsək, məncə time limit də olmaz. Düzdür? Düzdür, tamam. Sadəcə 20 ədəd var deyə time limit olmaz. Amma Bir də sort mənim sadə əməliyyat istifadə eləyir. düzdür. Başqa əlqalılar nəsə əlavə şey demə. Mövlan sən nə demək istəyirdin? Əlavə bir şey deyəcəydin. Müəllim, məncə elə hamısı düzdür dediklər. Oldu. Bəs Fərid Musazadə, sən əlavə bir şey deyəcəksən, yoxsa sən də razısan? Məncə də. Deməli, bayaq dediyi izah olunanda nə işə yazsaq? Əvvəlcə n ədədini daxil edirik. Əlbəttə. Sonra faktorial nəticəsini yadda saxlamaq üçün long götürməliyik. Çünki 20-yə qədər ədədlərin faktorialı böyük nəticə verəcək və birdən n-ə qədər bütün ədədləri faktorial ola bilərik və ondan sonra sadəcə çıxışa alınan nəticəni geri veririk. Sonra bu kodu yoxlasaq nümunəyə qarşı 3 idi nümunədə çıxışı 6 verir də 6 verir. Ən böyük ədəd 20-dir, 20-yə də bu nəticə verir. Bunu normal rekursiya istifadə eləmədən yazmışıq hazırda. Gəlin yoxlayaq, görək düzgün nəticə verir
Ya yox. Biraz uzun vaxt çəkir, amma accepted. Deməli, bizim rekursiya olmadan yazdığımız kod tamamilə doğrudur. Və bu göstərəcəyim ilk iki sual onsuz da rekursiyaya ehtiyac yoxdur. Mən sadəcə sizin rekursiyanın ilkini anlamağınız üçün ikinci şəkildə rekursiya yazmağın yolunu göstərmək istəyirəm. Deməli, biz nə demişdik? Bu kodu saxlayacağım burada, normal kodumuzu elə. Yəni ikinci bir, bunu kommentləyəcəyim. Nə demişdik biz? Rekursiyada biz funksiyanın özünü çağıra bilirik. Funksiyanın özünü çağıra bilirik. Onda bu xüsusiyyətdən necə istifadə edə bilərik özümüz üçün? Deyək ki, funksiyamızda f funksiyasıdır və daxilində n ədədini göndərmişik ilk. Faktorial necə hesablanır? N-i vururuq n çıxılsın 1-ə, sonra vururuq n çıxılsın 2-ə. Davam edirik neçəyə qədər? 1-ə qədər. Onda funksiya şəklində göstərməyə çalışsaq bunu, faktorial n bərabərdir, n vurulsun, faktorial n çıxılsın 1. Bunu riyazi şəkildə göstərir, amma bunu C++-dakı funksiyaya çevirmək məncə o qədər də çətin deyil. Çünki riyazi cəhətdən faktorial n bərabərcə n vurulsun, faktorial n çıxılsın 1-ə. Biz çox sadə şəkildə bunu yenidən yaza bilirik. Deyək ki, faktorial bir funksiya yazaq. Faktorial n. Nə demişdik? Riyaziyyatda faktorial n bərabərdir n vurulsun faktorial n çıxılsın 1-ə. Onda bunu bir dəfəlik köçürüş yapar. Return n vurulsun faktorial n çıxılsın 1 yaza bilərik. Ümid edirəm bu aydındır. Sadəcə bayaq yazılmış şeyi C++-a keçirmişik. Amma diqqətlə baxsaq bura, deyək ki, məsələn, biz faktorial 5 göndərmişik, nümunədə 3 idi, faktorial 3 göndərmişik. Nə olacaq? 3 vurulsun faktorial 2-ni çağıracaq. Sonra qaydırıq, faktorial 2-ni hesablamalıyıq artıq. Faktorial 2 nə olacaq? 2 vurulsun, faktorial 1-i çağıracaq. Sonra faktorial 1-i hesablamağa çalışacaq. Nə olacaq? 1 vurulsun, faktorial 0. Və bu şəkildə davam edir. 0 çalışacaq faktorial minus 1-i hesablasın və sonsuza qədər davam edəcək. Bu funksiyanın biz sonsuza qədər davam etməyini əlbəttə istəmirik. Çünki sonsuza qədər davam eləsə, zaman limiti, time limit verəcək bizə. Bəs nə vaxt saxlamalı olduğumuzu hardan bilirik biz? Biz bilirik ki, faktorial 1, həm də faktorial 0 qiyməti sadəcə 1-ə bərabərdir. Bundan sonra hesablamağın heç bir dəxli yoxdur. Bizə faktorial minus 1-i hesablamalı deyilik, faktorial 0 və 1 üçün yeni çağırma eləməli deyilik. Sadəcə yoxlaya bilərik ki, əgər n kiçik bərabərdirsə 1-dən, geriyə 1 qaytara bilər. Bu return heç bir funksiyanın özünü geri çağırmır. Belə bir return olanda biz buna İngiliscə terminal condition deyirik. Terminal condition o demək ki, hansı ki şərt funksiyanı bitirir. Yeni çağırış baş vermir artıq. Hər rekursiv funksiya bu lazımdır. Çünki əgər heç bir qurtaran return yoxdursa, funksiya sonsuza qədər davam edəcək həmişə. Və faktorial üçün çox sadədir. Çünki 1 və 0-ın qiyməti əvvəlcədən verilib. Faktorial 0 və faktorial 1 hər ikisi 1-ə bərabərdir. 1-dən böyük qiymətlər üçün isə əlbəttə n vurulsun, faktorial n çıxılsın 1-ə hesablamalıyıq. Onda əvvəlki kodumuza qayıtsaq, bu for yerinə sadəcə bir dəfəlik cout faktorial n yaza bilərik məsələn. Və əlbəttə tipini long-longa dəyişməliyik burada. Çünki ədəd çox böyük ola bilər. İndi kodu yenidən yoxlayaq, baxaq bizə düzgün cavabları verir ya yox. Biz istəyirəm özündən qabaq yazılmalıdır ki, görə bilsin. İndi yoxlayaq. 3 yazdıqda yenidən geriyə 6 qaytarır. 20 yazdıqda
20 yazdıqda bayaqki nəticə gördüyümüzdən eyni nəticəni qaytarır. Deməli, biz bilə bilərik ki, bu düzgün cavabdır. İndi yenidən yoxlayaq, baxaq. Yenə accepted alacağıq ya yox. Mənim kodu atarsın. Kodu çata ata bilərəm istəyirsənsə. Elə. Deməli, yenə accepted aldıq. Amma ümid edirəm kiçik bir şəkildə olsa da fərqi görə bilirsiniz tam anlamasanız belə. Bu funksiya özünü öz daxilində çağırır. Və biz deyirik ki, məcburi şəkildə burada funksiyanı qurtaracaq bir şərt olmalıdır. Əgər bu şərt burada olmasaydı və mən bu kodu yoxlamağa çalışsaydım, məsələn 3 yazsam, gördüyünüz kimi çıxış heç nə vermir. Çünki sonsuza qədər davam edir, çalışır ki, faktorial -1, -2, -3, mənfi sonsuzluğa qədər hesablamağa çalışır. Və bir müddət sonra C++ artıq yaddaşda yeri yoxdur bu bütün rekursiv funksiyaları öz yadında saxlasın deyə vaz keçir və düzgün cavab qaytarmır bizə. Ona görə deyək ki, bizim rekursiv bir funksiyamız var. Adını deyək rec. Bu hər dəfə funksiya özünü çağıranda stack deyə bir şey var C++-da. Birinci dəfə çağıranda ən başda birinci çağırışıdır. Sonra ikinci çağırışı, yaddasa üçüncü, dördüncü və müəyyən sayda çağırışlar baş verir. Deyək ki, bu sonuncu çağırışıdır. Sonuncu çağırış bayaq izah elədiyim terminal funksiyasını istifadə edir. Məsələn, faktorial halında burada n bərabər olur 1-ə və ya 0-a. N 1-ə və ya 0-a bərabər olduğuna görə bundan sonra başqa çağırışlar baş vermir. Özündən əvvəlkinə qayıdır. Özündən əvvəlki n vurulsun faktorial n-1-i geriyə qaytardığına görə ondan sonra da başqa çağırış baş vermir. O da özündən əvvələ qayıda davam eləyir. Haçan ki, ilk çağırdığımız funksiyaya qayıdır. İlk çağırdığımız funksiyada solvun daxilində çıxışa verdiyi üçün onu sadəcə çıxışa verir və funksiyamız bitir. Amma bu düzgün çalışsa belə, neçə dəfə çağırdığınıza fikir vermək çox önəmlidir. Çünki əgər bu stackin çağırılan funksiyaların sayı müəyyən müddətdən sonra çox artsa, error verəcək. C++ müəyyən miqdardan daha çox çağırış eləyə bilməz. Çünki limit var. Necə time limit varsa, memory limit varsa, C++-ın bu stack üçün bir limiti var. Bura qədər danışdığım aydın olmayan nəsə var kiməsə, əl qaldırıb soruşa bilər ya da ümumiyyətlə rekursiya haqqında nəsə sual vermək istəyirsinizsə, dərsin ortasına əl qaldırıb sual verə bilərsiniz. Deməli, bu sual çox sadə idi. Yəni ikinci çox sadə bir suala baxaq. Burada çox da müzakirə üçün bir şey lazım deyil, amma məsələn, bu sualın şərti bizə bir dəfəlik funksiyanın özünü verib. Deyir ki, fn funksiyası var, n 0-dan 1000-ə qədər ola bilər, yəni çox da böyük ədədlər deyil. Əgər 0-dırsa, n bərabər olsun 0-a. Bu funksiyanın qiyməti, daha doğrusu funksiyanın qiyməti 0-a bərabərdir, əgər n bərabərdirsə 0-a. Amma n 0-dan böyükdürsə əgər, funksiyanın qiyməti n plus f n-1-ə bərabər olsun. Kim mənə əl qaldırıb deyə bilər, bu funksiya nə işə yarayır? Nəticə nə olacaq? Deyək ki, qaydaq bura. Bu bizə verilən funksiyadır deyil. Bayaq adınızdadırsa biz n faktorialı hesablayırdıq. Funksiyamız nəyə oxşuyurdu? Əgər 0 və ya 1-dirsə n, 1 və ya n bərabərdirsə 1-ə, onda geriyə 1 qaytarırdıq. Amma n 0 və ya 1-dən böyükdürsə geriyə fn çıxılsın 1, vurulsun n qaytarırdıq. Əgər bu iki funksiyaya baxsanız, çox oxşarlıq var. Bitirmə şərtimiz nədir? 0-a bərabərdirsə 0 qaytarırıq. Bu paraleldir. N 0 və ya 1-dirsə 1 qaytarmaqdır. Olduqca paraleldir. N 0-dan böyükdürsə, n-i fn-1-ə vurmaq yerinə biz n-i fn-1-in üstünə gəlirik. Nə etdiyini başa düşməyimiz üçün gələk bəzi nümunələrə baxaq. Əgər f0-ın qiymətini hesablamaya çalışsaq, 0 qaytarılacaq.
1-in qiymətini hesablamağa çalışsaq, baxırıq burada. N 0-dan böyükdür, 1 0-dan böyükdür. Nə etməyə çalışacaq? F0 plus 1-i hesablamağa çalışacaq. F0 nədir? Biz bilirik F0 0-a bərabərdir. 1 nədir? 1-dir. 0 plus 1 bizə 1 qaytaracaq. F2 eyni şəkildə F1 plus 2-ni hesablayacaq və 3 qaytaracaq. F3 yenə eyni şey 3 plus 2-ni hesablamaya çalışacaq. 3 plus 3-ü hesablamaya çalışacaq, 6 olacaq. F4 F3 plus 4-ü hesablamaya çalışacaq və 10 olacaq. Əgər bunu davam eləsəniz və diqqət yetirsəniz nə baş verir bu funksiyanın nəticələrində, görəcəksiniz ki, bu funksiya sadəcə 1-dən n-ə qədər ədədlərin cəmini hesablayır. Və biz həmin funksiyanı bayaq rekursiya olmadan yazmışdıq. Deyək ki, şərt aydındır, ümid edirəm hamıya n verilib və bu funksiyanın nəticəsini hesablamaq lazımdır. Bu funksiya bizdə gördük ki, 1-dən n-ə qədər ədədlərin cəmini hesablayır sadəcə. Bir cəm dəyişəni yadda saxlaya bilərik və 1-dən n-ə qədər bütün hər şeyi toplayıb sonra cəmi çıxışa verə bilərik. Nümunəni yoxlasaq, 5-ə 15 cavab verir, hansı ki düzdür və submit eləməyə çalışsaq, submit. %100% cavab verir. İndi amma bu imtahanda çox sual var ki, rekursiv funksiyalardan istifadə etmədən yaza bilərsiniz rahat-rahat. Amma məqsəd odur ki, rekursiv funksiyaları öyrənmək üçün digər həll yolları yerinə rekursivdən istifadə edərsiniz. Eyni şəkildə bu sual üçün də biz iterativ yolunu yazdıq, rekursiv olmayan. Amma indi fikirləşməliyik ki, rekursiv şəkildə bu sualı necə yaza bilərik? Bizə çox gözəl şəkildə belə bu şəkildə izahı verilib. Rekursiv şəkildə də istifadə edə bilərik. N-i sadəcə öz n-1-ci funksiyanın n-1 nəticəsinin üstünə gəlməliyik. Sizcə kod şəklində biz bunu necə yaza bilərik faktoriyalara oxşar olaraq? Sizə 1-2 dəqiqə vaxt verəcəm. Kimin ağlına nəsə fikir gəlirsə, əl qaldırıb cavab verə bilər. Ya da chatdan da yaza bilərsiniz. Əl qaldırmaq məcbur deyil. Nicat. Ben burada kodu belə yazmışam. Burada funksiya adında bir funksiya yarattım. Aha, Onun içindəkilə int n yazdım burada. aha. Sonra funksiyanın içərisinə girdikdə if n 0-a bərabərdirsə return 0, yəni 0 qaytarsın. Yəni bitəcək bu kod. Əgər if n 0-dan böyükdürsə, onda return funksiya mötərizənin içərisində n minus 1 plus n yazdım. Yəni burada rekursiya olur məncə. Tamamilə yoxlayaq birinci. Görək düzdür. Sonra üstündən müzakirə edə bilərik. Çox sağ olun. Xoş. Bu if lazım deyil tam olaraq. Amma qalan tamamilə. Yoxlayaq. 5, 15 verir çıxışa. İndi baxaq düzgün cavab verir. Burada düzgün cavab verirsə, deməli heç bir problem yoxdur. Yavaş-yavaş müzakirə edə bilərik. Bilmirəm niyə o qədər vaxt aparır, amma
Həll tamamilə düzgündür. Niyə? Bayaq fikir vermişdinizsə, faktorial funksiyası buna demək olar ki, tamamilə eynidir. Fərq nə idi? Faktorial funksiyasında şərtimiz n birdən kiçik bərabərdirsə, return 1 yazırdıq və digər hallarda return faktorial n-1 vurulsun n yazırdıq. Tək fərqləri burada plus var və qurtarma şərtində n birdən kiçik bərabərdir 1 0 yerinə. O dəyişiklikləri bəs niyə etdik? Çünki sualın öz şərtində, düzgün keçdi burada. Sualın öz şərtində bizə bir dəfəlik verib. Əgər n 0-a bərabərdirsə, artıq funksiyanın özünü çağırmaq lazım deyil və n 0-dan böyüdürsə, n-i sadəcə özündən birdən kiçik funksiya çağırışındakı qiymətin üstünə gəlmək lazımdır. Və biz də eyni şəkildə bunu köçürmüşük bura. N 0-a bərabərdirsə geriyə 0 qaytarsın. Əgər n 0-dan böyüdürsə, funksiya n çıxılsın 1 plus n olsun. Bu iki işlədiyim misal dediyim kimi çox sadədir. Sadəcə göstərmək istəyirdik ki, başqa həll eləmə yolları var bu sualları. Sadəcə for-dan istifadə edərək faktorialı hesablamaq üçün ya da n-ə qədər ədədlərin cəmini hesablamaq üçün. Amma biz bunları çox sadə şəkildə rekursivə də çevirə bilərik. Bəs biz artıq iterativ olaraq rekursiyasız həll edə biliriksə sualları, nəyə görə rekursiyadan istifadə edək ümumiyyətlə? Niyə belə bir səbəbimiz olsun? Çoxlu səbəb var əslində, amma birinci onu deyə bilərəm ki, əgər xəbəriniz varsa, kursun gələn dərsi dinamik proqramlaşdırmaya girişdir və dinamik proqramlaşdırmada çox istifadə olunur rekursiyadan. Bəzən hətta rekursiyasız eləmək qat-qat daha çətindir. Rekursiyasız eləmək qat-qat daha çətindir rekursiya eləməkdənsə. Çünki daha intuitiv, daha aydın olur rekursiyadan istifadə etmək. Həm də elə suallar var ki, iterativ şəkildə eləmək mümkündür. Amma bizim bildiyimiz sadəcə for-la birdən n-ə qədər getmək və s. yollardan istifadə etsək, time limit baş verəcək. Ona görə rekursiyadan istifadə edib daha fərqli şəkildə həll etmək lazımdır. Əgər bundan sonraki suala baxsaq, nələr danışdığımı başa düşə biləcəyik. Deməli, bu sualın şərti deyir ki, 3 ədəd verilib, x, n və m ədədləri. Və geriyə nə qaytarmaq lazımdır? X üstü n modulo m-in nəticəsini qaytarmaq lazımdır. Deməli, biraz aşağı gedim. X ədədi verilib, n ədədi verilib və m ədədi verilib. Və həllimiz bu olmalıdır. Bu nəticəni geriyə qaytarmaq lazımdır. Fikirləşə bilərsiniz ki, bu çox sadə sualdır. Yəni, sadəcə x üstü n hesablayıb modulo m edə bilərəm. Və çox vaxtı düzgündür. Çünki bəlkə pop funksiyasından istifadə edə bilərsiniz. Amma pop funksiyasında problem olar. Çünki pop funksiyası double geriyə qaytar integer yerinə. Ona görə qiymətlərdə bəzi dəyişikliklər ola bilər. Və əgər pop funksiyasından istifadə etməsəniz də, bayaqki həll kimi biz for tək-tək hesabı for götürüb x vurulsun x, belə davam edə n-inci x-ə qədər tək-tək vura bilərik ki, qiyməti hesablayaq. Amma bu sual üçün bu mümkün deyil. Çünki m 10 üstü 9-a qədər ola bilər qiyməti. M-in qiyməti 10 üstü 9-a qədər, n-in qiyməti 10 üstü 7-ə qədər ola bilər. Əgər ondan daha böyük olsaydı, 10 üstü 9-a qədər olsaydı, belə hesablamaq bizə time limiti verəcəkdi. Ona görə biz rekursiya ilə modular experimentation deyə bir şey yaza bilərik. Bunun tərcüməsi sadəcə qüvvəti tapıb, qalığını tapmaqdır və çox istifadə olunur olimpiada məsələlərində. Ona görə bu sualı xüsusi olaraq seçdim ki, həm rekursiya ilə necə yazmaq olar, onu öyrənə bilərsiniz ki, rekursiyanı anlayasınız. Həm də onun üstünə bu modular experimentation gələcəkdə sizə lazım ola bilər başqa suallarda, onu öyrənə bilərsiniz. Kiminsə artıq ideyası varsa özlərinin əl qarışdırıb nəsə deyə bilərsiniz, amma ondan qabaq mən özüm modular experimentation nə olduğunu izah eləməyə çalışacağam. Deməli, x üstü n. Fərid? Bir daha yukarı çevirin. Nədir? Anlamadım. Yukarı bir daha çevirin. Aha. Eğer faiz işaretine oxşayan simvol var, o nə simvoldur?
Onun nə olduğunu bilmirik. Deməli, faiz simvolu odur ki, C++-da əgər bilirsən, məsələn, necə bu işarə tam bölməkdir, elə deyil, 6 bölünsün 3, 2 verəcək. Bu faiz işarəsi isə qalığı verir. 6 3-ə tam bölünür deyə qalığı 0 qalır, elə deyil. Ona görə 6 faiz işarəsi 3 geriyə 0 qaytaracaq. Amma məsələn 7 faiz işarəsi 3 yazsam, geriyə 1 qaytaracaq. Çünki 7-ni 3-ə böləndə qalıq 1-dir. Aydındır bu. Ümid edirəm aydındır. Yenə nəsə qəliz olan bir şey varsa, qaldırıb yenə soruşa bilərsən. Deməli, modular exploitation nədir? Normalda biz x üstü n-i hesablamaq istəyəndə, ümid edirəm bunlarla tanışsınız, ya pop funksiyasından istifadə edə bilərik, buraya x sonra n qoya bilərik, ya da ayaq dediyimiz kimi for-la 1-dən n-ə qədər gedib x-i bir-birinə tək-tək vura bilərik. Amma n çox böyüdürsə, for-dan istifadə etmək mümkün olmayacaq, çünki time limit bizə verəcək bir müddət sonra. Biz riyazi bir xassədən istifadə edib, bunu daha yaxşı, daha sürətli şəkildə hesablaya bilərik. xn biz bilirik ki, nəyə bərabərdir? X üstü n bölünsün 2 vurulsun x üstü n bölünsün 2. Bununla tanış olmaya bilərsiniz, amma sadəcə yadda saxlasanız bəsdir. X üstü n bərabərdir x üstü n bölünsün 2 vurulsun x üstü n bölünsün 2. Əgər n cütdürsə. Əgər n təkdirsə, x n bərabər olacaq x üstü n bölünsün 2 vurulsun x üstü n bölünsün 2 vurulsun x ətəsindən. Çünki yerdə bir ədəd əlavə qalır, onu təzdən vurmaq lazımdır. Buna nümunələrindən baxaq. Məsələn, 4 üstü 2. 4 üstü 2-nin qiyməti biz bilirik ki, nəyə bərabərdir? 16. Bizim xassamıza əsasən 4 üstü 2 nəyə bərabər? 4 üstü 2 bölünsün 1, vurulsun 4 üstü 2 bölünsün 1. 4 üstü 2 bölünsün 1 nədir? 1-dir. Vurulsun 1, yenə 16 verəcək. Bu, əlbəttə, çox. Nəsə demək istədim, Fərid? Mikrofonu aç. Oldu. Əgər elə olsa, x X nə? x bir də onu göstərə bilərsiniz, x necə deyirlər onu? Bunu göstərə bilərəm. Necə deyirlər onu? X üstü n bölünsün 2. Məsələn, nə bilim, x üstü n bərabərdir x üstü n bölünsün 3 və vurulsun x üstü n bölünsün 3 vurulsun x böl n bölünsün 3. Bunu demək. X üstü n bərabərdir x üstü n bölü 3. Bir saniyə. Bunu demək istəyirsən, Fərid? Aha, bu da düzgündür. Nail idi adına yadından çıxdı. Nə demək istəyirdin? Hayır. Okay, nə demək istəyirdin? Mən orada soldakı çəkmişsə, o kəsir. Onu mən izləyə bilərəm. Bu kəsir. Hə, müəllim. Siz orada yazmışsınız ki, x üstü n bölsün x üstü n bərabərdir x üstü n bölsün ki, vurulsun x üstü n bölsün ki. O da bölsün x üstü n bölsün ki, vurulsun x üstü n bölsün ki. Yəni, müəllim, burada solda da, sağda da eyni nəticə əldə olunur. Sadəcə siz işi daha rahat eləmək istəyirsiniz burada. Düzdür? Düzdür. Daha rahat eləmək istəyir və daha sürətli eləmək istəyir demək istəyirsə. Bu da düzgündür, Fərid, sən dedin, amma buna ehtiyacımız yoxdur. Sadəcə 2-yə bölmək bizə bəs edir. Başqa bir nümunə göstərək. Məsələn, 5 üstü 6. 5 çox böyük ədəd oldu. 2 üstü 6. 2 üstü 6, əgər biz buna baxsaq, bərabər olmalıdır nəyə? 2 üstü 3. 2 üstü 3 vurulsun 2 üstü 3. Düzdür. Və biz bilirik ki, 2 üstü 3 nəyə bərabərdir? 8-ə. 8 vur 8 bərabər edəcək 64-ə. Və yoxlasaq görəcək ki, 2 üstü 6 həqiqətən bərabərdir 64-ə. Eyni şəkildə bu tək nümunəyə də baxa bilərik. 2 üstü 7.
Bəli. 2 üstü 7, amma orada 7 heç nəyə bölünmür, ancaq 1-ə bölünür. 2 üstü 7 bərabər deyilər 2 üstü 7. 2 üstü 7 burada ikinci bir nümunə vermişdim. Əgər n təkdirsə, olacaq 2 üstü 3, vur 2 üstü 3, vur əlavə bir 2'miz qalıb. 2. Çünki 7 2-yə qalıqla bölünür, qalıqda alınır 1. Düzdür. Həmin qalıqda qalan 2-ni də axırda əlavə olaraq vururuq və digər isə eyni qalır. Və bunu da hesablasaq 8 vurulsun 8 vurulsun 2 olacaq və geriyə 128 qalacaq nəticə kimi. Və bu 2 üstü 6 düzündə 64-ə bərabərdir bu nəticə ilə eyni. 2 üstü 7 bərabərdir 128-də bu nəticə ilə eyni. Deməli, kiçik bir anlayışımız var artıq. Biz for-la tək-tək getmədən, 1-dən n-ə qədər getmədən necə hesablaya bilərik? 1-dən n-ə getmək yerinə biz 2 üstü 6-nı bölə bilərəm 2-yə, 2 üstü 3-ə hesablaya bilərəm və özünə vura bilərəm. Sonra 2 üstü 3-ü də eyni şəkildə hesablaya bilərəm. Məsələn, nümunə kimi göstərsək burada. Əvvəlcə 2 üstü 6-nı hesablamaq istəyirəmsə, mən bunu bölürəm 2-yə, 2 üstü 3-ü hesablayıram. 2 üstü 3-ün özünü hesablamaq üçün nə etməliyəm? 2 vurulsun 2 vurulsun 2 olacaq təxmini. Ona görə 2 üstü 1-i hesablamalıyam, 2 üstü 1-i hesablamalıyam, 2 üstü 1-i hesablamalıyam, 2 üstü 1-i hesablamalıyam. O 6 daha böyük ədəd olsaydı, məsələn 12 olsaydı bunun yerinə, 2 üstü 12-ni bölərdim 2 üstü 6-ya, sonra 2 üstü 6-nı bölərdim 2 üstü 3-lərə, sonra 2 üstü 3-ü bölərdim təzədən 2 üstü 1-lərə və elə şəkil hesablayardım. Bəli. Bəli, Fərid. 2 üstü 3, siz orada yazmışsınız 2 dəfə 2 üstü 1. Amma 2 üstü 3 bərabərdir 3 dəfə 2 üstü 1. Düzdür. Çünki 3 böl 1 alınır 3. 3 dəfə yazılır. Düzdür. Orada Düzdür, Fərid. Biz sadəcə bu ilk ikisi bizim hesabladığımız hissədir. Üçüncü yazdığımız sadəcə 2-yə əlavə vurmağımızdır. Onu hesablamırıq. Burada göstərilərim sadəcə hansı iki hissəyə bölmüşəm onu göstərir. Kodu yazanda daha yaxşı anlayacaqsan sonra onu. İndi bir də yadınızdadırsa əgər 2 sual... üstü 1 bərabərdir özdə 2. Düzdür, 2 üstü 1 bərabərdir 2. Bir də əgər yadınızdadırsa, sualda sadəcə qüvvəti hesablamamızı deyil də, həm də bunun mod m-i, faiz işarəsi m-i hesablamağımızı istəyirdi. Bu hesablamanı bəs necə apara bilərik? Hər dəfə ən böyük ədədi bir dəfəlik hesablamamıza görə, kiçik hissələrə bölüb hesabladığımıza görə, hər dəfə məsələn 2-ni hesablayanda 2-nin qalığını tapa bilərik, bunun qalığını tapa bilərik, sonra təzədən vurub burada 2 üstü 3-ün qalığını tapa bilərik. Yuxarı çıxdıqca hər addımda biz qalığı tapa bilərik. İndi ideya cəhətdən ümid edirəm aydındır. Sadəcə ədədi kiçik hissələrə bölüb elə hesablayırıq ki, bütün tək-tək getmə n-ə doğru. Amma əgər kodu yazsaq məncə daha rahat olar anlamaq üçün. Deyək ki, bizim funksiyamız belədir. Sualın adı modular experimentation deyə mod x verəcəm adını. Bizim x ədədimiz olacaq, qüvvətimiz n-dir və modumuz olacaq. Deyək ki, bizə bu funksiya verilir və əlbəttə necə biz bunu rekursiv şəkildə yazmaq istəyirik. Bir 2-3 dəqiqə vaxt verəcəm sizə. Kiminsə fikri varsa, mənim bura yazdığım ideyanı kod şəklində necə yazmaq ola bilər? Əlini qaldırıb deyə bilər. Ya da hər hansı bir sualınız varsa, əl qaldırıb sual verə bilərsiniz. Əgər heç kimin ideyası yoxdursa, mən yavaş-yavaş özüm izah eləyə yazmağa başlayacağım. Biz nə demişdik? Hər rekursiv funksiyanın bir şərti olmalıdır ki, funksiya sonsuza qədər davam eləməsin. Biz qüvvətdə hansı şərt bilirik ki, hesablamaq lazım deyil artıq?
Nə bilirik biz? Əgər x, burada yazım, hər hansı bir x ədədi üçün x üstü 0 bərabərdir 1-ə, x üstü 1 bərabərdir x-ə. Məncə, bu ikisi hər kəsə aydındır və bu iki şərt verilibsə, əgər qüvvətin 0 və ya 1-ə bərabər olduğunu biliriksə, əlavə hesablama və rekursiya çağırmaq lazım olmayacaq bizə. Qüvvətimiz nədir burada? N-dir. Onda yoxlaya bilərik ki, əgər n 0-a bərabərdirsə, geriyə qaytara bilərik sadəcə 1. Əgər n bərabərdirsə 1-ə, geriyə sadəcə x qalıq m yaza bilərik. Bu nəyə görə lazımdır? Çünki sualın şərtində bizdən nə istəyirdi? Alınan nəticəni m-ə qalığını verməyimizi istəyir. Bu iki şərt bizim funksiyanın sonsuza qədər davam eləməyinə kömək edəcək. Niyə? Artıq x üstü 0-ın 1 olduğunu bilirik. X üstü 1-in də x-in özünə bərabər olduğunu bilirik. Bu hissədə heç bir problem yoxdur, ümid edirəm. İndi, izah edən vaxtı mən sizə 2 nümunə vermişdim. Ya qüvvət n cüt olacaq, yəni n 2-yə tam bölünəcək, ya da n 2-yə tam bölünməyəcək. Gəlin çalışaq ilk n-in 2-yə tam bölündüyü halı yoxlayaq. N 2-yə tam bölünürsə əgər, nə deyirdi? X üstü n bərabərdir x üstü n bölünsün 2 vurulsun x üstü n bölü 2 təzədən. Biz x üstü n bölü 2 necə hesablaya bilərik? Yaza bilərik ki, sadəcə deyək ki, dəyişən adı mid, çünki ortadan böldüyümüzdə middle orta deyə dəyişən adını mid qoyaq. Funksiyamızı yenidən çağıra bilərik. X m bölünsün 2 göndərə bilərəm bura və m-də olduğu kimi qalır. Bunu göndərdikdən sonra biz bilirik ki, midin qiyməti x üstü m bölünsün 2 modulo m-ə bərabər olacaq. Onda bizim alınan nəticəmiz x üstü m bölü 2 vurulsun x üstü m bölü 2 və yenə qalığı tapacaq. İkinci hal nə idi? Əgər n 1-ə qalıqla bölünürsə, yəni n 2-yə qalıqla bölünürsə, 2-yə bölünmürsə, cüt ədəd deyilsə, onda biz yenidən bu qiyməti hesablayacaq, x üstü n bölünsün 2-ni həmişəki kimi hesablayacaq. Və geriyə bunu qaytarmaq yerinə eyni şəkildə əlavə yerdə qalan bir x-imiz var. Onu qaytara bilərik. Onu necə hesablaya bilərik? Əvvəlcə x üstü n bölü 2-ni vururam x üstü n bölü 2-yə, qalığını tapıram. Sonra onu təzədən x-ə vururam, qalığını tapıram. Bunu kiçik nümunələrlə yoxlaya bilərik. Məsələn, funksiyanın adını çağıra bilərik ki, x üstü n m çıxışa verilsin deyə. Məsələn, mən 2 üstü 3, ona qalığını tapmaq istəyirəm, çıxışa 8 verir. 2 üstü 3 nəyə bərabərdir? 8-ə bərabərdir. Ona qalığı əlbəttə 8 qalacaq. Daha fərqli bir şəkildə, qalıq fərqli bir şey yoxlasam, 2 üstü 3-ün 5-ə qalığını axtarsam 3 verəcək. Çünki 8-in 5-ə qalığı 3-dür. Bayaqki nümunələrindən birində 2 üstü 6-nın, məsələn, 100-ə qalığını axtarsam 64 verəcək. Çünki 2 üstü 6, 64-dür, bayaq hesablamışdıq. Onun da 100-ə qalığı 64 qalacaq. Amma daha 2 üstü 6-nın 30-a qalığını yoxlasam 4 verəcək. Çünki 64-ü 30-a böləndə qalıq 4 qalır. İndi sualın öz nümunələri nədir ona baxaq. 2, 3, 100. Yazdığımız nümunəyə nisbətən oxşardır onsuz da. Bunu da yoxlasaq 2 üstü 3, 100, 8 qalıq verəcək. Və biz nəticədən əmin olmaq üçün hər ehtimala qarşı bu dəyişənlərin qiymətini long edə bilərik. Çünki bəzi hallarda limit aşa bilər gözləmədiyimiz yerlərdə. Və bunu submit eləməyə çalışsaq və yoxlasaq. Biraz gözləsək. Görək ki, düzgün cavab verir, accepted. İndi. Kimin buradan problemi var anlamaq haqqında? Burada yazdığım kod əl qaldırıb ya da chatdan yazıb sual verə bilər.
Müəllim, Bəli. o kodun ən aşağı hissəsi var ya, return mid vurulsun mid. Aha. Hə, bu hissə, o hissəni mən anlamadım. Bir də onun üstündəki long idi. Deməli, biz əminəm ki, sənin yadındadır. 2/5 hesablayanda bu 2/5 deməkdir. Bəli. Nə demişdi? 2/2 vurulsun 2/2 vurulsun 2-yə bərabərdir. Elə deyil. Bəli. Bu mid funksiyanı təzədən çağırıram ki, 2/2-ni hesablasın. Çünki 5 bölünsün 2 tam hissəsi 2-dir. Bu funksiya 2/2-ni hesablayır. Mid bərabərdir Bəli. 2/2 qısası. Ona görə mid vurulsun mid 2/2-yə vurulsun 2/2-dir. Sonra əlavə bir x-imiz qalıb, elə deyil. Onu da sadəcə vurulsun x olaraq yazıram, hansı ki bu 2-dir. Mhm. Aydındır indi, yoxsa başqa sualın var? Aydındır. Deməli, bunu sonradan bu kodu da atacağam indi çata, baxarsınız deyə. Sonradan yenə anlamaq istəyirsiniz və s. videodan baxa bilərsiniz, koddan baxa bilərsiniz. Necə anlamaq rahat ola bilər? Siz tək-tək götürə bilərsiniz ki, məsələn biz nəyi çağırmışdıq? Mod x 2 3 100 çağırmışıq, elə deyil. Əlinizlə baxa bilərsiniz ki, nə baş verir bu kodun daxilində. Biz gəlirik, yoxlayırıq. N 3-ə bərabərdir, elə deyil. N bərabərdir 0. Xeyr, n 0-a bərabər deyil. N bərabərdir 1-ə, n 1-ə də bərabər deyil. N 2-yə tam bölünür, 3 2-yə tam bölünmür. Deməli, bu ifə daxil olmayacaq. Nə baş verirsə burada baş verəcək. Deyəcək ki, mid bərabərdir mod x 2, n bölünsün 2 tam hissəsi 1-dir, 100. Bu funksiya çağırılacaq. Bu funksiyaya daxil olanda bəs nə baş verir? Yenə yoxlayırıq. Baxırıq, n bərabərdir 0-a, n 0-a bərabər deyil. N bərabərdir 1-ə. Aha, n 1-ə bərabərdir. Tamamilə doğrudur. Onda biz bilirik ki, return nə olacaq? N modulo m. N 2 modulo m də nəyə bərabərdir? 2-yə. Deməli, bu midin qiyməti 2-yə bərabər olacaq. Sonra qaydırıq bu öz funksiyamıza. Burada mod x-i çağırdıq, midin qiymətini tapdıq, hansı ki 2-dir. Bu return-ə gəlir. Return-də nə yazılıb? Mid vurulsun mid. Mid vurulsun mid. Midin qiymətini bilirik. Olacaq 2 vurulsun 2-yə. 2 vurulsun 2 nədir? 4-dür. 4-ün qalığını tapırıq m-ə. M nədir? 100-dür. 4-ü 100-ə böləndə qalıq neçə qalır? 4 qalır. Sonra nə edirik? 4-ü vururuq 2-yə. X-ə. X 2-dir. 4-ü vururuq 2-yə. Olur 8. 8-i qalığını tapmalıyam m-ə böləndə modulo ilə. 4 bölünsün 100 bərabər olur neçəyə? Qalıq da 8. Ona görə funksiya tamamilə ən axırda 8-i return olaraq qaytarır. Siz də əgər digər ədədlərlə, başqa x, n, m qiymətlərindən burada nə baş verdiyini anlamaq istəyirsinizsə, sadəcə mənim kimi əllə yaza bilərsiniz. Baxın nə çağırılır. Bu çağırılanda nələr yoxlanılır. Yoxladıqda hansı if-lərə daxil olur. If-lərə daxil olduqdan sonra hansı qiymətlər hesablanır, hansı yeni funksiyalar çağırılır. Əlinizlə yazıb yoxlasanız dərsdən sonra və ya nə vaxt istəsəniz, daha yaxşı anlayışınız olacaq bu suallardan. İndi bir 3 sual işlədik. Təxmini sizə mən bir 5 dəqiqə istirahət verəcəm. Əgər nə istəyirsinizsə eləyin. 5 dəqiqə sonra mən dərsə davam edəcəm. Çıxmayın zəhmət olmasa meetingdən. Sadəcə 5 dəqiqə sonra mən təzədən danışmağa başlayacağam. Burada hazır olun.
Ümidvaram hamı buradadır hələ də. Müəllim, bəs o axırıncı kod atmısınız, hansı tapşırığındır? D sualını. İndi. Problem yoxdursa onun bağlı axırıncı bir sual işləyir. Bu sual digərlərindən nisbətən daha çətindir. Ona görə narahat olmayın, sual verməyin. Hardasa nə vaxtsa baya düşməsəniz. Deməli, indi C sualına baxacağıq. Əvvəlcə şərti izah edəcəm, sonra həllini yavaş-yavaş edəcəm. Bizə deyilir ki, 2 funksiya verilib. Birinci funksiya fn funksiyasıdır. N funksiyası n ədədinin rəqəmlərinin 0 olmayan rəqəmlərin hasilini tapır. Ümidvaram aydındır bu hamıya. N ədədinin 0 olmayan rəqəmlərin hasili. Bir də C funksiyası var. C funksiyası əgər n ondan kiçikdirsə, yəni tək rəqəmli ədəddirsə, n-i qaytarır. Əgər deyilsə, G funksiyası fn ilə çağırır. Yəni n-in ədədin rəqəmlərinin hasilini tapır, 0 olmayan rəqəmlərinin, sonra G-ni yenidən çağırır. Bu iki funksiyanın izahıdır. Ümidvaram hamıya aydındır. Burada çox da qəliz bir şey yoxdur. Bizə bundan sonra Q sual verilir deyir. Hər dəfə bizə L, R və hər sual üçün cavabımız belə olacaq. L və R ədədləri arasında bu G funksiyasının qiyməti K-ya bərabər olan neçə ədəd var? Deməli, nümunələrə baxsaq, məsələn, verilib ki, 22, 73 və 9. L 22-dir, R 73-dür və K 9-dur. Qısaca soruşur ki, 23 və 73 arasında bu funksiyanın qiyməti 9-a bərabər olan neçə ədəd var? Biz tək-tək hesablaya bilərik bunu, amma izahı verilib, birazdan hesablayacağıq. 22 və 73 arasında bu funksiyanın qiyməti 9-a bərabər olan sadəcə 33 var, izahda verilib. Eyni şəkildə sonra soruşur ki, 45 və 64 arasında bu funksiyanın qiyməti 6-ya bərabər olan neçə ədəd var? Və cavab 4-dür və aşağıda izahda hansı ədədlərin qiymətinin ona bərabər olduğunu bizə verilib. İndi, sualı həll etməzdən qabaq, gəlin ilk bu rekursiv funksiyanın özünü yazaq. Deməli, əvvəlki həllimizi buradan silək. Bizdə G funksiyası var, elə deyil. G funksiyası nə edirdi? N ədədi qəbul edirdi özünə. Və həmin n ədədi əgər n ondan kiçik bərabərdirsə, yəni bir rəqəmli ədəddirsə əgər, n-in özünü geriyə qaytarırıq. Bu hissə məncə olduqca sadədir. Sonra, əgər n ondan böyük bərabərdirsə, biz n-in 0 olmayan rəqəmlərinin hasilini tapmalıyıq. Onun üçün də f funksiyası var idi. Gəlin birinci f funksiyasını yazaq. F funksiyası nədir? N-in 0 olmayan rəqəmlərin hasilini tapır. Əminəm bu belə bir kodla çox rahat tanışsınız artıq. Ona görə izah eləmədən yazacağam. Yoxlayırıq, əgər bərabər deyilsə rəqəm, nəticə vururuq son rəqəmə və sonra ona bölürük və axırda qalan nəticəni geri qaytarırıq. İndi, G funksiyasına qayıtsaq nə deyirdi? G fn. Sadəcə eyni şəkildə yaza bilərik ki, G fn olsun. Sonra, biz görürük ki, sualda nə deyirdi? Əvvəlcə Q-nu daxil edir. Q nədir? Neçə sual veriləcək bizə? Biz elə T-dan istifadə edə bilərik burada yazdığımız. Gəlirik solva. Hər dəfə L, R və K daxil olunur bizim üçün. L, R və K. Və sual nə soruşurdu? Bu G funksiyasının K-ya bərabər olduğu neçə ədəd var L və R arasında? Yaza bilərik, bir dəyişən yaradaq, sıfırdan başlayır saymaq üçün. Və sonra bir for başlada bilərik ki, i bərabərdir L-dən başlanğıc nöqtəmiz R-a qədər foru artırırıq.
və çıxışa çıxış hesabına vermirik. Yoxlayırıq ki, əgər GI-nin qiyməti bərabərdirsə K-ya. Əgər K-ya bərabərdirsə sayını bir ədəd artırırıq. Və axırda da çıxışa tapdığımız sayı veririk. Və kodu yoxlasaq tək-tək 4, 22, 73 və 9 çıxışa 1 verir və düzgündür. Çünki sadəcə 33-ün bu funksiya qiyməti 9-a bərabər olurdu. Sonra 45, 64 və 6 var idi. Çıxışa 4 verir. Çünki cavabı 4-dür və 47, 48, 60 və 61 6 verilmiş. 47, 55, 7, 47, 55, 7 0 verir. Çünki elə bir ədəd yoxdur həmin funksiyanın qiymətini verən və 2, 62, 4 yazsaq 2, 62, 4 çıxışa 8 verir. Deməli, nümunədəki cavablar düzgün gəlir və ikinci nümunə var. Onu da sadəcə copy-paste edib yoxlaya bilərik. 3, 1, 1, 5 verməlidir. 3 verib, 1 verib, 1 verib, 5 verib. İndi, əgər biz bu kodu yoxlasaq, məntiq cəhətdən düzgündür, amma əslində bizə 100% bal verməyəcək bu kod. Niyə? İzah edəcəm, amma əvvəlcə nəticəmizi alaq, sonra izah edəcəm ki, niyə düzgün qiymət vermir bizə. Mənim sizə əvvəl mən öz fikrimi bildirə bilərəm. Fikir, yəni niyə düzgün cavab olmadığını? Əlbəttə. Səncə niyə? Mən time limiti oldu. Mənim ağlımda o wrong answer olacağını düşünürdüm mən. O da necə? Onda mən izah edəcəm niyə time limitdir, amma səncə niyə bu wrong answer ola bilərdi? Sənin fikrin nə idi? Mənim orada hər 3 dənəni verirdi. Sonra altında öz cavabını verirdi müəllim. Amma həqiqi cavabda elə olmur. Ədədləri alt-alta verirdi. Burada çünki giriş və çıxışı ayrı şəkildə yazıblar. Bunların ardıcıllığı düzgün olduğu müddətcə problem yoxdur. Yəni sırf bu şəkildə çıxışa verməyə əhəmiyyət yoxdur elə də. Əsl problem nədir? Time limit verməsidir. Niyə time limit verir bu? Əgər fikir versəniz, biz bilirik də time limit nə vaxt baş verə bilər? Biz əgər çox operasiyadan istifadə eləsək, həddindən çox operasiyadan istifadə edirik ki, kompüter artıq necə deyək, çox operasiya istifadə edir, çox vaxt keçirir və vaxt limitimiz nədir burada? 2 saniyə vaxt limitimiz var. Sistemin bizim kodumuzu istifadə etməsi 2 saniyədən uzun çəkir. Onda biz time limit arıq. Bəs harda biz çox vaxt sərf eləmişik? Biz görürük ki, L və R 10 üstü 6, hansı ki 1 milyona qədər ola bilər. 2 vurulsun 10 üstü 5-ə qədər sualımız ola bilər. Biz bu foru hər dəfə 1 milyon dəfə təkrarlasaq və bu 1 milyon təkrarlama əgər t bərabərsə 200 minə, 2 vurulsun 10 üstü 11 operasiya baş verəcək. Bilmirəm, siz tanışsınız time limit ya da operasiyanın sayıyla, amma onu bilmək lazımdır ki, əgər 2 vurulsun 10 üstü 11 operasiya baş verirsə əgər, time limiti keçəcək. Normalda time limit 10 üstü 8 operasiya okeydir, 2 vurulsun 10 üstü 8 operasiya okeydir, amma 2 vurulsun 10 üstü 11 artıq dəfələrlə çoxdur. Və bizim əsas problemimiz nədir? Bu fordan istifadə edirik. Biz hər dəfə GI funksiyasının qiymətini yoxlamağa çalışırıq. Amma bunu çox önəmlidir, çünki gələn dərs dinamik proqramlaşdırmaya giriş eləyəcək və bu təxmini dinamik proqramlaşdırmaya oxşar bir şeydir. Ona görə bu sualı həll etmək istərdim. Hər dəfə i-ni, məsələn, deyək ki, birinci inputda L və R-ın qiyməti 50 və 100 idi. İkinci inputda 30 və 120-dir. Mən 50 və 100-ün qiymətini artıq burada hesablayıram və ikinci inputda 30 və 120-nin daxilində 50 və 100-dəki bütün ədədlərin hamısı var artıq. Ona görə onların hamısını tək-tək yenidən hesablayacağam. Amma buna ehtiyac yoxdur. Bəs bunun qarşısını necə ala bilərik?
qarşısını necə ala bilərik? Biz ədədlərin 1-dən 1 milyona qədər olduğunu bildiyimiz üçün əvvəlcədən bütün ədədlərin qiymətini hesablaya bilərik. Əgər biz əvvəlcədən bütün ədədlərin qiymətini hesablasaq, bu fora artıq ehtiyac olmayacaq. Bir dəfəlik cavabı çıxışa verə bilərik. Bəs əvvəlcədən bütün ədədlərin qiymətini necə hesablamaq olar? Biz yeni bir deyək ki, massiv təyin edə bilərik. Massivin adını qoyacağıq pre, çox da dəxli yoxdur adı nədir, sadəcə pre olsun. Ölçüsü massivin belə olacaq. 10 vurulsun 1 milyon. Niyə 10 vurulsun 1 milyondur? Əvvəlcə niyə 10? Çünki biz bilirik ki, K sadəcə 1-dən 9-a qədər ola bilər. K sadəcə 1-dən 9-a qədər olduğu üçün biz sadəcə həmin ədədlərlə maraqlanırıq. 1 milyon nədir? Funksiyanın qiymətləri. Əgər funksiyaya biz 10 göndərə bilərik, 100 göndərə bilərik, 1000 göndərə bilərik. Bu massiv, iki ölçülü massivin məqsədi odur ki, mən yadda saxlamaq istəyirəm. J-yə qədər, J hansı ki bu ikinci indeks olacaq, qiyməti K olan neçə ədədimiz var? Əgər kodu yazsam daha rahat paya düşə bilərsiniz. Əgər 1-dən 1 milyona qədər hesablayıram və yazıram ki, pre QE plus plus. Deməli, biraz qarışıq ola bilər bəlkə, amma fikir verin. Əgər i-nin qiyməti QE-dirsə, bu massiv yadda saxlayacaq ki, i ədədindəki nəticə QE-yə bərabərdir. Və QE sadəcə 1-dən 9-a qədər bir ədəd ola bilər. Amma mən nə istəyirdim? Mən i-ni onun ki, 1-dən i-yə qədər həmin ədədin neçə dəfə olduğunu görmək istəyirəm. Ona görə belə bir hesablama apara bilərəm. Deyək ki, K 9-a qədər olduğunu bilirik. 1-dən 9-a qədər artırıram. Sonra i-ni yenidən sayıram. Və belə bir şey yazıram. Pre K i plus bərabərdir pre K i minus 1. Əgər diqqətli şəkildə baxsanız bura görə bilərik ki, mən i üçün i-dən qabaq bütün elementlərin sayını yadda saxlayıram ki, hansı ki onların funksiyasının qiyməti k-ya bərabərdir. Aydındır bu. Əgər aydındırsa lap hala, bəs biz bunu niyə edirik? Deməli, sadəcə bir k nümunəsinə baxaq. Deyək ki, k-mız bərabərdir 5-ə. Çox da dəqiq yoxdur. Belə bir massivimiz var. 1, 2, 3, 4, 5, 6. Deyək ki, kiçik bir versiyasına baxırıq massivin. Massiv yadda saxlayır ki, 1-dən 1-ə qədər k 5-ə bərabər olan deyək 0 ədəd var. 1-dən 2-yə qədər k 5-ə bərabər olan deyək 1 ədəd var. Bu qiymətlər doğru deyil, sadəcə nümunə üçün yazıram. 1-dən 3-ə qədər yenə bir ədəd var. 1-dən 4-ə qədər deyək 2 ədəd var. 1-dən 5-ə qədər deyək 3 ədəd var və 1-dən 6-ya qədər yenə 3 ədəd var. Əgər mən bu qiymətləri bilirəmsə, deyək ki, bizə bir sual verildi. L bərabərdir 3, R bərabərdir 5, K bərabərdir 5. 3-dən 5-ə qədər qiyməti 5-ə bərabər olan bu funksiya üçün neçə ədəd var? Əgər mən 1-dən 5-ə qədər qiyməti buna bərabər onları bilirəmsə və 1-dən 2-yə qədər bərabər onları bilirəmsə, bunu tapmaq üçün mən sadəcə 3 çıxılsın 1 bərabərdir 2 nəticəsini ala bilərəm. Niyə? Əgər 1-dən 5-ə qədər 3 ədəd varsa və 1-dən 2-yə qədər 1 ədəd varsa, 3-dən 5-ə qədər olanlar sadəcə 1-dən 5-ə qədər olanlar çıxılsın 1-dən 2-yə qədər olanlardır. Bu məntiq hamıya aydındır. Bilirəm, bir ölçülü massivləri öyrənmişsiniz. Böyük ehtimal prefixlə bağlı sual işləmişsiniz əvvəl. Ona görə ümid edirəm, bu çox da qəliz deyil sizə. İndi, əsas məsələ bu foru bizim bu massivlə yerini dəyişdirməkdir. L, R və K girişə verilib. Mən bu fordan istifadə eləmək yerinə sadəcə yazmaq istəyirəm ki, cout pre K R, bayaq dediyim kimi, R nə idi? Bayaq cümlədə 5 idi. K nə idi? 5 idi. 5, 5, 10 yerinə K, R. Çıxılsın, yenə K, L minus 1. Niyə L deyil də L minus 1? Çünki L'in özü bizim
intervalımıza daxildir. Onun qiymətini silmək istəmirik. Dediyimizin eynisini yazmışıq bura. İndi baxaq nümunələrdə hələ də doğru çalışır ya yox. Bunu kopyalasaq buraya yazsaq, görək ki 1 4 0 8 düzgün verdi. İkinci nümunəni eyni şəkildə kopyalasaq buraya yazsaq 3 1 1 5. Yenə də düzgün şəkildə çıxışa verdi. Bayaqki kodumuz da düzgün çıxışa verdi, amma biz göndərdikdən sonra nə olmuşdu? Bizə time limit vermişdi. İndi əgər yenidən göndərməyə çalışsaq, görək yenə time limit verəcək, yoxsa düzgün cavab verəcək. Aha, düzgün cavab verdi. Niyə? Artıq biz burada hər dəfə birdən 1 milyona qədər tək-tək hesablamaqdansa, yalnızca bir operasiyadan istifadə edirik, cout. Niyə? Çünki əvvəlcədən bizə lazım olan hər şeyi biz hesablamışıq. Buna pre-computation ya da pre-computasiya deyirlər. Hansı ki, sadəcə lazım olan qiymətləri əgər mümkündürsə əvvəlcədən hesablayıq, sonradan istifadə edirik təkrar-təkrar hesablamaq yerinə. Bu dinamik proqramlaşdırmada çox lazım olur. Ona görə də gələn dərs dinamik proqramlaşdırma deyə belə bir sual göstərmək istərdim sizə. İndi bu kod haqqında əminəm ki, yəni nəsə qəliz nöqtələr var çoxunuz üçün. Sual vermək istəyirsinizsə əl qaldıra bilərsiniz ya da chatdan yaza bilərsiniz. Mən də kodu yenə chata göndərəcəm. Əgər özünüz sonra yoxlamaq istəyirsinizsə, nəsə öyrənmək istəyirsinizsə haqqında. Fərid? Müəllim, o hansı tapşırığın kodudur? Bu G sualının kodu deyim sanda, kontestdə. Deməli, ümumiyyətlə imtahan suallarında burada nisbətən daha çətin suallar var. Məsələn, burada bu sual Apple Division özəliyinə. Əgər yaza bilməsəniz, problem olsa, bu gələn mövzuda keçəcək dinamik proqramlaşdırma ilə bağlıdır daha çox. Amma rekursiyadan istifadə edirik deyə burada həll olaraq qoymuşam. Əgər bunu işləyə bilməsəniz, çox da problem yoxdur. Amma digər suallar sadəcə rekursiyadan istifadə olaraq həll etmək mümkündür. Biz 2 ədəd asan sual işlədik, faktorial və rekursiya 1. Bu nisbətən yenə asan sualdır, amma olduqca önəmli bir mövzudur deyə o sualda işlədik və bu nisbətən bu işlədiyimiz suallar arasında ən çətinidir. Əgər heç kimin bir sual yoxdursa, indiyə qədər elədiyiniz haqqında son bir sual işləyə bilərik dərs bitmədən və əlavə suallarınız varsa verə bilərsiniz mənə, ondan sonra bitəcək. Fibonacci ardıcılığı ilə hamı tanışdır. Kim nə olduğunu bilmir Fibonacci ardıcılığının, əl qaldıra bilər. Fibonacci ardıcılığı yəni ki, elədir də 1, 1, 2, 3, 5, 8, 13, 21 və sonra. Düz, elədir. Sən də deyəcək. Kim əl qaldırdı, görənmirəm adını. 3 + 1 alınır 2. 2 + 1 alınır 3. 3 + 2 alınır 5. 5 + 3 alınır 8. Düzdür, düz. Əl qaldıran adını görənmirəm, amma kimsə deyə bilər. Aha, nə demək istəyirdin? Bu ardıcılığı soruşuram. Nə olduğunu bilmirsən ardıcılığın? Bəli. Oldu. Deməli, Fibonacci ardıcılığı olimpiyada bu da məşhur bir mövzudur. Deməli, deyək ki, F1 ardıcılığın birinci elementidir. 1-ə bərabər olur. F2 o da ardıcılığın ikinci elementidir. O da 1-ə bərabərdir. Ondan sonra F3 və ya hər hansı qiymət 2-dən böyük olan bərabər olacaq. Məsələn, F2 plus F1-ə. Bu nədir? 2-dir. F4 bərabər olacaq F3 plus
F2'yə 1 plus 2 bərabər olacaq 3'ə. Qısacası Fn həmişə bərabər olacaq Fn çıxılsın 1 plus Fn çıxılsın 2'yə. Sonraki element özündən qabaqki iki elementin cəminə bərabərdir. Onda ya 1-1 olaraq başlayır, bəzən 0-1 olaraq da başlaya bilər. 0-1 bu ikisinin cəmi olacaq 1, 1-1-in cəmi olacaq 2, 1-2-in cəmi olacaq 3, 2-3-ün cəmi olacaq 5, 3-5-in cəmi olacaq 8, 13, 21 və bu şəkildə davam edir. Sualın şərtinə baxsaq, bu nümunədə 0 və 1 ilə başlayır və 0-cı element 0-dır, 1-ci Mədinə. Əl qaldırmırsan, nə demək istəyirəm? Okay. Deməli, 1-ci element 0-dır, sonra 1-dir və sonraki bütün elementlər özündən əvvəlki ikisinin cəminə bərabərdir. Və sual nə istəyir bizdən? N ədədi verilibsə, biz n-ci elementini tapmaq istəyirik bu ardıcıllığın. İlk iki işlədiyimiz sual kimi bunun rekursiyadan məcburi istifadə etməyimizə ehtiyac yoxdur. Əgər Fibonacci ardıcılığı aydındırsa, kimsə mənə bunun for-la və ya oxşar bir şəkildə həllini yazmağa kömək eləyə bilər, əl qaldırıb. Ya da hər hansı fikriniz varsa, chatda yaza bilərsiniz, əl qaldırıb deyə bilərsiniz. Əgər fikriniz yoxdursa, mən özüm yazmaya başlaya bilərəm. Fərid? Müəllim, orada məndə məncə consta deyir ki, invalid authentication failed. O nədir ki, yəni? Harda deyir? Müəllim, submit hissəsində. Müəllim, məsələləri submit eləyirik. Orada manage accounts var. Submit edirəm bir dəqiqə. Orada yazılıb ki, Firecon 5 browser session status invalid authentication failed. Okay, təzədən yoxlaya bilərsiniz. Orada custom account olmalıdır. Onunla submit eləyə bilərsiniz bəlkə. Müəllim, milyon dəfə onu sınıyıb o. Mən nəsə dəyişdim indi. Təzədən yoxlaya bilərsiniz. Custom account, öz accountlarımı əlavə eləmişəm. Orada onunla yoxlaya bilərsiniz. İndi hər şey düzəldi. Hə. Hər şey düzəldirsə, indi sadəcə bu sualı işləyəcək, ondan sonra azadsınız. Deməli, normal rekursiyasız əvvəlcə nə istərdi bizdən? N-ci Fibonacci ədədini çıxışa verməyimizi istəyir. Əvvəlcə n-i daxil eləyə bilərik və sonra deyək ki, long bu massiv ilk 40 Fibonacci ədədini öz yadında saxlayacaq. Biz bilirik nədir? Fibonacci 0 bərabərdir 1-ə, çünki şərtləri bir dəfəlik verilib. Fibonacci 1 bərabərdir, Fibonacci 0 bərabərdir 0-a, Fibonacci 1 bərabərdir 1-ə. Bunlar bizə şərtdə verilib. 2-dən başlayaraq artıq özümüz hesablamalıyıq bu funksiyanın qiymətlərini. Və o da şərtdə verilib ki, bizə qiymətlər necə hesablanır? AK bərabərdir AK minus 1 plus AK minus 2. Deməli, Fibonacci i bərabərdir Fibonacci i minus 1 plus Fibonacci i minus 2. Eyni şey, sadəcə kopyası, sadəcə bizim dəyişənlərimizin adı fərqlidir deyə fərqliliklər var. Qalan hər şey eynidir. İkinci element ardıcıllıqda özündən əvvəlki ikisinin cəminə bərabərdir. Və axırda da sadəcə n-ci Fibonacci ədədini çıxışa vermək üçün massivin n-ci elementini çıxışa verə bilərik. Və yoxlasaq əgər, görəcəyik ki, 2 yazsaq 1 verir, hansı ki doğrudur. 5 yazsaq 5 verir. 8 yazsaq 21 verir. Bunu submit eləməyə çalışsaq.
düzgün keçir. Amma dərsin əvvəlindən dediyim kimi bu rekursiv funksiyasız mümkündür əlbəttə, amma bəs biz bunu rekursiv funksiya ilə yazmaq istəsək necə edə bilərik? Bizim deyək ki, fib deyə bir funksiyamız var. N ədədi qəbul edir və çıxışa n-ci Fibonacci ədədini çıxışa verməlidir. Onda solvun daxilində biz sadəcə fib n yaza bilərik. Əsas nə qaldı? Bu funksiyanın öz daxilini doldurmaq. Biz nə demişdik? Rekursiv funksiyalarda həmişə şərt olmalıdır ki, funksiya sonsuza qədər davam etməsin. Bizə artıq həmin iki şərt verilir, belə deyil. Hansı şərtlər olduğunu kimin yadındadır? Kimsə mənə deyə bilər? Deməli, şərtdə nə deyir? Əgər sıfırıncı elementdirsə, qiymət sıfıra bərabərdir. Əgər birinci elementdirsə, qiymət 1-ə bərabərdir. Əgər bu ikisi də deyilsə, qiymət nə idi? Özündən 1 əvvəlki element, sonra özündən 2 əvvəlki elementin cəminə bərabərdir. Kodlu yenə yoxlasaq bütün nümunələrlə. 2-yə 1 verir doğru şəkildə, 5-ə 5 verir, 8-ə 21 verir, 40-a da böyük bir ədəd verir. Yoxlaya bilərik bunu. Amma ondan qabaq baxaq burada nə baş verir. Əgər biz Fibonacci məsələn 10 daxil etsək bura, bunu return eləməyə çalışacağıq. Deyəcək ki, Fibonacci 9 plus Fibonacci 8-ə bərabər olacaq. Əgər bundan sonra nə edəcək? Fibonacci 9-u hesablamağa çalışacaq. Fibonacci 9 bərabərdir Fibonacci 8 üstə gəl Fibonacci 7 Düzdür. və bərabərdir Fibonacci 7 üstə gəl Fibonacci 8. Düzdür. Bütün bunların qiymətləri belə təkrarlamağa başlayacaq. Bu şəkildə hesablayacaq. Düzgün keçir burada. Accepted. Məsələn, 5-ci Fibonacci ədəd 5-dirsə, 6-cı ədəd 6-cı ədəd nədir? 7-dirsə, 7-ci ədəd olacaq elə 5-ci üstə gəl 6-cı, alınır 5 üstə gəl 8, 7-ci alınır 13. Düzdür. Artıq 0, 1, 1, 2, 3, 5, 8-dir deyə. 5-ci ədəd 5-dir, 6-cı ədəd 8-dir, 7-ci olacaq 13. Sonra 21, 34, 55 bu şəkildə davam edəcək. Deməli, bu düzgün çalışdı, accepted aldı. Amma fikir versəniz, mən əgər müəyyən qiymətdən böyük ədəd qoysam, məsələn, bura 50 yazsam, vaxt aparır, cavabı hələ də çıxışa verməyib. Niyə? Bayaqki nümunədə mən Fibonacci 13-ün 9-dan 8-i hesablayırım. Sonra Fibonacci 9-da 8 və 7-ni hesablayırdım. 8-i yenidən hesablayıram. Ona görə təkrar hesablamalar var. Bayaq izah elədiyim son sualla oxşardı. Həmin təkrar hesablamaların qarşısını necə ala bilərik? Onda dinamik problemləşdirmədən istifadə edirik. Hansı ki, gələn dərs izah olunacaq. Əgər onu bilmək istəyirsə, gələn dərsə qoşula bilərsiniz. Ümid edirəm bu dərs ən azından rekursiv funksiyalar haqqında kiçik bir anlayışınız oldu. Sualları işləyə bilərsiniz kontestdən və nəsə aydın olmayan olsa mesaj yaza bilərsiniz ya da gələn dərs soruşa bilərsiniz. Bugünlük bu qədər. Sağ ol müəllim. Dərs bitdi. Sağ olun müəllim. Siz də sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Siz də sağ olun.